Paytaxtda daha bir maraqlı açılış mərasimi gerçəkləşib. Azərbaycanın ən böyük kitab mağazası artıq oxucularının yolunu gözləyir. Azər Kitab adlı təbliğat mərkəzinin açılışında dövlət xadimləri, ziyalılar, mədəniyyət nümayəndələri də iştirak ediblər. Daha ətraflı əməkdaşımız Sevda Bayramova danışacaq. Kitab bizdən ayrılsa da biz kitabdan ayrılmarıq. Bəli, kitab oxumaq bir mədəniyyətdir və mütaliə. Kitaba qarşı sevgi olmasa hansı gələcəkdən söz gedə bilər? Kitaba marağın artmasının daha bir göstəricisi paytaxtda yeni fəaliyyətə başlayan möhtəşəm kompleks oldu. Azər Kitab adlı kitab təbliğatı mərkəzinin yaradılmasında əsas məqsəd ölkədə kitab təbliğatını inkişaf etdirmək, kitaba marağı artırmaqdır. Layihənin rəhbəri Sabir Həsənov belə deyir. Məktəblərlə mütəmmədə görüşlərimiz keçiriləcək və vaxtaşırı ziyalılarla görüşlər, ziyalılarımızın qarşısında məktəblərin deməli mütaliə ilə bağlı uğurlarını qeyd etmək, müxtəlif müsabiqələr keçirmək, o cümlədən az yaşlı təminatlı az təminatlı ailələrə kömək etmək, müxtəlif aksiyalar keçirmək, bütövlükdə öz ədəbiyyat sahəsində millətimizə, Azərbaycan xalqına xidmət etməkdir. Paytaxtda belə bir kompleksin fəaliyyəti oxu mədəniyyətinin inkişafı baxımından önəmli addımdır. Bu mağaza vasitəsilə insanlar klassiklərin əsərləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bununla yanaşı burada lüğətlər, tərcümələr, mədəniyyət, elm və səhiyyə sahəsini əhatə edən nəşrlər də yer alır. Başqa sözlə, burada hər yaş təbəqəsinə uyğun kitablar satışa çıxarılır. Mərkəzdə bütün ədəbiyyat sahələrini əhatə edən kitablar sərgilənir. Ancaq müsbət hallardan biri də odur ki, mərkəzdə yerli ədəbiyyatla yanaşı xarici ədəbiyyata da üstünlük verilir. Kompleks 3 mərtəbədən ibarətdir. Xidmətlər arasında dəftərxana ləvazimatlarının satışı, hər növ çap işləri, onlayn alış-veriş, suvenir və hədiyyələr, çatdırılma, imza günlərinin təşkili, sərgilərin keçirilməsi, konferans zalı, geniş oxu zalı təqdim olunur. Kiçiklər üçün də xüsusi güşə yaradılıb, hər bir bölmə özünə məxsus və rəngarəngdir. Mərkəzdə diqqət çəkən otaqlardan biri məhz bu otaq oldu. Bura kitab kafesi adlanır. Burada siz dostlarınızla vaxtınızı xoş və səmərəli keçirməklə yanaşı oturub bir fincan qəhvə də içə bilərsiniz. Müasir texnologiya, rahat məkan, kitablar. Bir sözlə burada oxucular üçün hər cür şərait var. Nə qədər çox olsa belə kitab mağazaları nə qədər çox olsa o qədər də yaxşı, o qədər də biz inkişaf edəcəyik. Bizim gələcəyimiz, bizim siyasətimiz, iqtisadımız, ordumuz, bütün məsələlərimiz bundan asılıdır. Və mən inanıram ki, bura uşaqlar gələcəklər. Kitab bir xalqın gələcəyini müəyyənləşdirir. Əgər həmin xalq kitaba yaxın olarsa, ailədə kitab oxuyarlarsa və kitabı oxumağı özünün peşəsinə yiyələnməsində əsas vasitə sayırsa, o xalq inkişaf etmiş xalq olur. Oxucuların sayının artacağına mən əminəm, çünki müasir dövrdə internet səhifələri də olsa, televiziya da olsa, amma kitab oxumaqdan başqa bir məna bəxş edir insanlara və o oxuduğu beyində həkk olur, qalır. Ona görə mən gənclərə tövsiyəm odur ki, həqiqətən çox oxumaq lazımdır. 3 kitabımı, bu günləri mən gətirmişəm ki, bu mağazaya, mərkəzə hədiyyə edeyim və hər halda azacıq da olsa milyonçularımızın, o cümlədən Ağa Musa Nağıyevin ruhu şad olar ki, onun da kitablarını bu günləri bu gənclər oxuyacaqlar. Paytaxtda belə məkanların çoxluq təşkil etməsi yaxşı haldır. Əminliklə söyləmək olar ki, ölkəmizin mədəni həyatında əlamətdar hadisə olan Azərbaycanın ən böyük kitab mağazasının açılması gənclərdə, əsasən də uşaqlarda kitaba qarşı sevgi və maraq oyadacaq. Necə deyərlər, uşaqlar bizim gələcəyimiz, kitablarsa onların bugünüdür. Sevda Bayramova, Nurlan Şahbazov, Lider TV.